Bugün Ağcabədi rayon Qaraxanlı kəndindəyik. Qaraxanlıda bir ocaqdayıq. Ceyhun Məmmədov Qafiroğlu'nun il dönümüdür, 5-ci ildir. 10 ilinə gəlmişik. Qətibə ananın yanına gəlmişik. Ceyhunun ocağına gəlmişik. Bugün bu ocaqdan bir ağır iş gedib. Bir yox, 2 dərdim. Ata da öz övladına dözə bilmədi. O da dünyasını dəyişdi. Övladının yanına cənnətə getdi. Ananın yanına gəlmişik bugün. Ana Allah bala rəhmət etsin deyirəm. Ruşad olsun. Allah 25 eləsin. Bugün özümüzə bir qürurla, bir borcla ananın yanına gəlib Ceyhun qardaşımızın evinə il dönümündə iştirak etməyə bir qürur bilirəm. Bugün Qətibə ananın yanında olmaq özüm üçün böyük bir qürurdur. Ona görə ki, bu anaların hamısı bizim üçün dəyərlidir. Biz bugün bu anaların sayəsində, bu şəhidlərimiz sayəsində bir olub, bir yerdə cəmləşmişik. Bugün bu ocaq üçün çox ağır işçidir ki, ona görə ki, bir yox ki, 2 oldu. Ona görə ki, oğul işçi, sonra yoldaş işçi. Bugün Qafur ataya da Allah rəhmət etsin deyirəm. Ruşad olsun. O özü aramızda yoxdursa, həm adı yaşayır, öz yaşayır. Bugün Ceyhunun 5-ci il dönümüdür. 5-ci ildir bu ocaqda, bu evdə ana göz yaşı tökür, ağlayır. Ana Allah sən səbir versin. Allah o gözəl bala rəhmət eləsin. Ceyhun timsalında da bütün şəhidlərimizə Allah rəhmət eləsin. Amin. Cəmi şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun ki, sizlər də mənim yanımda oldunuz. Bugün şəhid ailələri Ağcabədi rayonunda Həsən balamızın il dönümündədir. Oradan da bura bizə gələcəklər. Yəni bu günləri 2 şəhid ilimiz var. Allah hamısına rəhmət eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Sən də gözəl qardaşına rəhmət eləsin. Anan da gözəl balasına rəhmət eləsin, hamısına. Allah rəhmət eləsin bugünkü günü. Evladının atasının da, sən oğlunun da bugünkü gününü Allah rəhmət etsin. Bütün şahidlərin hamısına Allah rəhmət eləsin. Bütün analara da səbir versin. Mən də sizi salamlayıram. Xoş gəlmisiniz. Bugün şəhidimizin ocağına yığışmışıq. 5-ci il dönümüdür Ceyhun balamızın. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı. Allah Qətibə bacıma da səbir versin. Həqiqətən də belə igid, qəhrəmandılar hamısı şəhidlərimiz, belə oğlanlarımız. Nə deyim, bütün şəhidlərimizə Allah rəhmət eləsin. Genə də Allah Qətibə bacıma səbir versin. Allah yerdə qalan balalarına dəyməsin, nəvələrinə dəyməsin. Yoldaşına da Allah rəhmət eləsin. Qafar qardaşa yeri cənnət olsun hamısının. Allah səbir versin. Bu anamın da balasına Allah rəhmət eləsin. Allah hamınızın köməyiniz olsun.